Bismillahirrahmanirrahim. Beynəlxalq Əl-Mustafa Universitetində bütün tələbələri salamlayıram. Dərsimizin mövzusu rical və dirayə elmi ilə tanışlıq idi. Keçən dərslərimizdə biz ümumi tövsiqlər haqqında danışırdıq. Biz keçən dərslərimizdə ümumi tövsiqlər haqqında danışırdıq və bir neçə ümumi tövsiqi qeyd elədik, onlar haqqında olan nəzərləri, fikirləri, alimlərin müxtəlif nəzəriyyələrini və digər bu zəmində olan fikirlər və nəzəriyyələri qeyd elədik və bu tövsiqlərin nə qədər rical elmində təsiri olduğunu da qeyd elədik ki, bugünkü gün həmin dərsin ardı olaraq Təfsir-i Qumminin hədislərinin sənədlərindəki ravilərin visaqəti haqqında söhbət açmaq istəyirik. Yəni bu 10-cu tövsiqdir ki, Təfsir-i Qumminin hədislərinin sənədlərindəki ravilərin siqa olub olmaması haqqında biz alimlərin fikir və nəzəriyyələrini qeyd eləyəcəyik. İlk öncə mən müəllif haqqında qısaca məlumat vermək istəyərdim ki, bu təfsirin müəllifi kimdir? Təfsirin müəllifi Əbulhəsən Əli ibn İbrahim Qummidir ki, Şiyyənin böyük təfsir alimi və İmamiyyənin üstün məqamlı ravisi və Şeyx Kuleyninin ustadıdır. Yəni bu qədər uca məqamlı bir şəxsiyyətdir ki, hədislər əsasında dəyərli bir təfsir yazıb. Bu təfsir haqqında biz inşallah danışmaq istəyirik. Böyük rical alimlərindən olan Nəcaşi onun tərcümə halında yazır ki, Əbulhəsən Qummi hədisdə siqə, səbt və mötəbər bir şəxs idi. Yəni bu üç termin ki var, bu üç termin siqə, səbt və mötəbər hədis zəminində və rical elmində ən üstün kəlmələrdir ki, bir ravi haqqında əgər ən üstün kəlmələri istifadə etmək istəyirlərsə, onun siqə, səbt və mötəbər olduğunu qeyd edirlər. Şeyx Nəcaşi fikrinin ardında buyurur ki, onun məzhəbi sağlam və azğınlıqdan uzaq olmuşdu. Yəni o düz məzhəbdə olmuşdu, 12 imam məzhəbində olmuşdu. Sonra qeyd edir ki, Əli ibn İbrahim Qummi çoxlu hədis eşidib və onun müxtəlif bu zəmində əsərləri vardı. Yəni hədis zəminində onun çoxlu əsərləri olub. O qeyd edir ki, Nəcaşi qeyd edir ki, orta yaşlarında da o gözlərini itirir və Nəcaşi Əli ibn İbrahim Qumminin kitablarını belə açıqlayır ki, qeyd edir ki, onun aşağıdakı kitabları olmuşdu. Birinci kitab təfsir kitabıdır. İkinci kitab Nasix və Mənsux, Qurbul Əsnad, Əş-Şərayi, Əl-Heyz, Əd-Təvhid və Şirk, Fəzailu Əmiril-Mü'minin, Əl-Məğazi, Əl-Ənbiya. Bu kitabları Şeyx Nəcaşi Əli ibn İbrahim tərəfindən qələmə alındığını qeyd edir. O ki qaldı onun Kafinin sənədlərində olan hədislərinə. Şeyx Nəcaşi qeyd edir ki, Kafi kitabında ondan 5630 hədis və Kutub-ı Ərbədə isə 8169 hədis nəql olunmuşdur. O, hicrətin 307-ci ilinə qədər yaşamışdı. Yəni, görürsünüz ki, bu şəxsiyyət nə qədər böyük bir şəxsiyyət olub ki, hədis əsərlərində ki, bizim 4 mötəbər hədis əsərimiz var. 4 mötəbər hədis əsərində 8168 hədisi nəql olunub. Amma müasir alimlərin araşdırmalarında müasir alimlər qeyd ediblər ki, Kutub-ı Ərbədə yox, yalnız Əl-Kafi kitabında
Əli ibn İbrahim Qummidən 7000-dən çox hədis nəql olunub. Yəni bu özü böyük bir göstəricidir ki, görün nə qədər böyük şəxsiyyət olub və rical elmində, hədis elmində nə qədər hədislərin müəllifi olub ki, Kafi kitabında ki, təqribən 16000 hədis var, onun 7000-dən çoxu Əli ibn İbrahimin kitablarından və onun kitabxanasında olan hədislərdən nəql olunmuşdur. Təfsir-i Qummi haqqında olan digər nəzəriyyəni digər fikri burada açıqlamaq istəyirəm. Və o fikir də bu idi ki, bəzi alimlər qeyd ediblər ki, onun sənədlərində olan ravilərin hamısı mötəbərdir. Belə bir nəzəriyyə var və bu nəzəriyyəni mən açıqlamaq istəyirəm ki, bu nəzəriyyənin kökü hardan yaranıb və bu nəzəriyyənin mənşəyi nədir? Digər əsərlərdə olduğu kimi, məsələn, keçən dərslərimizdə Kamil-i Ziyarət əsərindən danışdıq və qeyd elədik ki, Kamil-i Ziyarət əsərinin müqəddiməsində İbn Qoləveyh öz kitabında olan hədislərin mötəbərliyinə şəhadət vermişdi. Təfsirul Qummidə ki, onun müəllifi qeyd elədik ki, Əli ibn İbrahim Qummidir. Bu əsərin müqəddiməsində də Əli ibn İbrahim bir nəzər söyləyib və bu nəzəriyə əsasən bir dəstə alimlər, məsələn, Şeyxür Amili, Mirzə Hüseyn Nuri, eləcə də Ayətullah Xoyi bu təfsirin hədislərinin sənədində gəlmiş bütün raviləri siğə saymışlar. Və bəzi alimlər isə təfsirin hədislərinin sənədindəki Əli ibn İbrahimin birbaşa nəql etdiyi hədis ustadlarını siğə saymışlar. Yəni, ümumilikdə 2 dənə nəzəriyyə var bu haqda. Bir qrup alimlər Əli ibn İbrahimin müqəddiməsində, təfsirinin müqəddiməsində yazdığı fikirdən belə anlayıblar ki, onun bütün raviləri mötəbərdir. Bir qrup alimlər isə qeyd ediblər ki, yox, ondan məqsəd, yəni Əli ibn İbrahimin buyurduğu cümlələrdən məqsəd budur ki, onun birbaşa nəql etdiyi ravilər, yəni onun hədis ustadları siğə və mötəbərdir. Bəzi alimlər isə Əli ibn İbrahimin müqəddiməsində işlətdiyi cümlənin kitabın ravilərinin siğəliyinə dəlalətini və ya hal-hazırda əlimizdə olan təfsirin Əli ibn İbrahimin olmasını qəbul etməmişlər və buna görə də alimlər bu haqda fikir və dəlilləri, gərək bu alimlərin bu haqda olan fikirlərini və dəlillərini biz araşdıraq və görək hansı nəzəriyyə daha dəqiqdir. Birinci nəzəriyyə dəqiqdir ki, bütün ravilər mötəbərdir. İkinci nəzəriyyə dəqiqdir ki, birbaşa nəql etdiyi hədis ustadları mötəbərdir. Yoxsa üçüncü nəzəriyyə ki, bu fikir, yəni Əli ibn İbrahimin söylədiyi cümlələr ümumiyyətlə onun ravilərinin siğəliyinə dəlalət eləmir və hal-hazırda əlimizdə olan Əli ibn İbrahimin təfsirində də bəzi iradlar tutmuşlar ki, bu təfsir Əli ibn İbrahimin yazdığı orijinal təfsir deyil və digər nəzəriyyələr var ki, bu haqda gərək araşdırma aparaq, görək hansı nəzəriyyə daha dəqiqdir. Və buna görə də biz ilk öncə gərək Əli ibn İbrahimin fikrini oxuyaq, görək Əli ibn İbrahim təfsirinin müqəddiməsində hansı fikri söyləyib, sonra bu haqda olan fikir və mülahizələri qeyd edək. Əli ibn İbrahim kitabın müqəddiməsində yazır ki, bu kitabda siğə ravilərin və hədis ustadlarının Allah itayət və vilayətini bizə vacib etdiyi şəxslərdən nəql etdikləri hədisləri nəql edirik. Yəni, görürsünüz ki, özü burada qeyd edir ki, bu kitabda biz yalnız siğə ravilərin və siğə hədis ustadlarının Əhl-i Beytdən nəql etdikləri hədisləri biz nəql edirik. Heç bir əməl onların vilayəti olmadan qəbul deyil. Qeyd edir ki, Əhl-i Beytin vilayəti olmadan heç bir əməl qəbul deyil. Onlar Quranda Allah Taala'nın mədh etdikləri və onlardan elm öyrənməyi bizə vacib bildiyi şəxslərdir. Allah Taala bu haqda buyurur ki, əgər bilmirsinizsə zikr əhlindən soruşun, onların elmi Allahın Rəsulundandır. Şeyx
Əli ibn İbrahim bu ayəni qeyd edir ki, ayədə buyurulur ki, bilmədiyinizi zikr əhlindən soruşun. Zikr əhli də Əhl-i Beytin hədislərinə əsasən imamların özləridir ki, bu zəmində də müxtəlif hədislər və Əhl-i Beytdən nəql olunan rəvayətlər var. Və Əli ibn İbrahim ayədən sonra qeyd edir ki, onların elmi Allahın Rəsulundandır. Yəni, mənşə Allahın Rəsuludur, Allahın Rəsulu isə Allah Taala'dan aldığı elmdir. Böyük şiə alimlərindən olan Şeyxür Amili bu cümlələri öz kitablarında nəql etdikdən sonra yazır ki, həqiqətən də Əli ibn İbrahim təfsirində nəql etdiyi hədislərin səhihliyinə və onları imamların siğə ravilərindən nəql etdiyinə şəhadət vermişdi. Gördüyünüz kimi Şeyxür Amilini biz bayaq qeyd elədik ki, onun kitabın bütün ravilərinin mötəbər olmasını qeyd edir. O öz əsərlərində bu cümləni qeyd edir ki, həqiqətən də Əli ibn İbrahim öz təfsirində hədis nəql etdiyi ravilərin hamısının siğə və mötəbər olmasına şəhadət vermişdi. Yəni, Şeyxür Amili Əli ibn İbrahimin cümlələrindən belə anlamışdı ki, Əli ibn İbrahim öz əsərində nəql etdiyi hədislərin ravilərinin mötəbərliyinə şəhadət verir. Bu, birinci qrup olan alimlərin fikirlərindən idi ki, onlar qeyd elədilər ki, bütün ravilər mötəbərdir. İkinci qrup olan alimlərdən Ayətullah Xoyinin mən nəzərini qeyd eləmək istəyirəm. Qeyd elədik ki, biz ikinci qrup alimlər qeyd edirlər ki, yalnız birbaşa nəql etdiyi ravilər və ustadlar mötəbərdir. Gəlin görək Ayətullah Xoyi bu cümləni necə izah edib. Ayətullah Xoyi təfsirdəki cümləni nəql etdikdən sonra yazır ki, bu cümlə açıq aydın Əli ibn İbrahimin təfsirində yalnız siğə ravilərdən hədis nəql etdiyinə dəlalət edir. Qeyd edir ki, yalnız bu cümlədən biz belə başa düşə bilərik ki, Əli ibn İbrahim öz təfsirində yalnız siğə ravilərdən hədis nəql etmişdir. Yəni, hədisləri nəql etdiyi bütün ustadlar siğədir. Bu da qeyd edir ki, yəni Ayətullah Xoyi burada qeyd edir ki, məqsəd budur ki, onun ustadlardan da məqsəd, yəni birbaşa hədis nəql elədiyi şəxslərdir. Hətta məsuma çatan hədislərin sənədində yer alan bütün ravilərin siğə olduğunu da deyə bilərik. Necə ki, Vəsail-ü Şiyyənin müəllifi, yəni Şeyxür Amili kitabının xatiməsində 6-cı faydada bu fikri bildirmişdi. Vəsail-ü Şiyyənin anladığı mətləb düzdür. Çünki Əli ibn İbrahimin kitabının müqəddiməsində Əli ibn İbrahim öz kitabının müqəddiməsində qeyd eləmək istəyir ki, təfsiri səhihdir və bu kitabın hədislərini məsumlardan nəql edib və Şiyyənin siğə raviləri və hədis ustadları vasitəsilə ona gəlib çatıb. Buna görə də Əli ibn İbrahimin yalnız birbaşa nəql etdiyi ustadlarını tavsiq etməyə əlimizdə dəlilimiz yoxdur. Bu Ayətullah Xoyinin fikri idi. Əli ibn İbrahimin təfsiri haqqında bir sıra iradlar da var ki, bu iradların biz bir neçəsini istəyirik, vaxtımızın imkan verdiyi qədər qeyd eləyək. Birinci irad budur ki, bəzi alimlərin fikrincə hal-hazırda əlimizdə mövcud olan Əli ibn İbrahimin təfsirində bir sıra şübhələr var. Çünki kitabın müqəddiməsində olan cümlələr ki var, Əli ibn İbrahimə aid olması sübut olunmayıb ki, onların dəlaləti haqqında da bəhs eləyək. Yəni, ümumiyyətlə, bəziləri belə irad ediblər ki, ümumiyyətlə Əli ibn İbrahimin kitabının ona aid olması, yəni hal-hazırdakı əlimizdə olan Əli ibn İbrahimin təfsirindən söhbət gedir. Qeyd edilir ki, hal-hazırda ki, bizim əlimizdə Əli ibn İbrahimin təfsiri var. Bu təfsirin Əli ibn İbrahimə aid olması haqqında şübhə var.
Və orada müqəddimədə, yəni demək istəyir ki, təfsirin müqəddiməsində də işlənmiş cümlələrin Əli ibn İbrahimin olduğu da sübut olunmayıb ki, biz gələk o cümlələrin təfsiri haqqında, onların dəlaləti haqqında bəhs eləyək. Sonra qeyd edirik ki, Əli ibn İbrahimin kitabının ravilərinin visaqəti haqqında da şəhadətini gələk qəbul eləyək. Yəni, burada bir şübhə ilə bir neçə nəzəriyyəni və fikri rədd edir. Şübhə budur ki, bu kitab ümumiyyətlə Əli ibn İbrahimin olub-olması haqqında şübhə var. Düzdür, Əli ibn İbrahimin belə bir təfsiri olub. Amma hal-hazırda əlimizdə olan təfsirin Əli ibn İbrahimin olub-olmaması haqqında şübhə var. Və bu şübhənin nəticəsində də bir neçə mətləb burada qabağa gəlir ki, onları da biz sübut eləyə bilmərik. Birinci mətləb budur ki, buradakı müqəddimədə cümlələr istifadə olunub. Bu cümlələr Əli ibn İbrahimindir, yoxsa yox. Burada şübhə var. İkinci məsələ budur ki, onların dəlaləti haqqında bəhs eləməyin də burada yeri yoxdur. Çünki Əli ibn İbrahimin cümlələri buyurduğunu dəqiq sübuta yetirilməyib. Və üçüncü şübhə də burada yaranır ki, Əli ibn İbrahimin kitabının raviləri haqqında şəhadəti, ravilərinin siqa olması haqqında şəhadət verməsi də sual altına gedir. Çünki bu cümlənin Əli ibn İbrahimə aid olduğu dəqiqliyi ilə sübut olunmayıbdır ki, gələk onun üzərində biz bəhs eləyək. Bu zəmində olan ikinci irad da budur ki, kitabın Əli ibn İbrahimin olduğunu qəbul etsək, müqəddimədə deyilən cümlələrin kitabın hədislərinin sənədində olan bütün ravilərin, yoxsa yalnız birbaşa nəql etdiyi ravilərin visaqətinə dəlalət etməsi barədə alimlər arasında ixtilaf var. Qeyd edir ki, alimlərimiz dəqiqliyi ilə onun bütün ravilərinin mötəbər olmasını deməyiblər. Bir qism gəlib onun bütün ravilərini mötəbər sayırlar, bir qism isə yalnız birbaşa raviləri mötəbər sayırlar. Ayətullah Mirzə Cavad Təbrizi rəhmətullah aleyh bu haqda buyurur ki, bu təfsirin hədislərini araşdıranda Əli ibn İbrahimin sözünün əksəriyyət cəhətdən deyildiyini şahidi oluruq. Yəni, demək istəyir ki, Əli ibn İbrahim bütün raviləri demək istəmir. O, əksər ravilərin mötəbər olmasını bildirmək istəyir. Yəni, kitabın ravilərinin əksəriyyəti siqədir, hamısı deyil. Demək istəyir ki, yəni kitabda olan ravilərin çoxsu siqədir. Bütün ravilər siqə deyildir. Bu da Ayətullah Mirzə Cavad Təbrizinin nəzəriyyəsi idi. Xülasə belə bir neçə nəzəriyyə oldu ki, bu nəzəriyyələrin birincisi bu idi ki, Əli ibn İbrahimin bütün raviləri mötəbərdir. Bir ikinci nəzəriyyə bu idi ki, Əli ibn İbrahimin birbaşa nəql etdiyi ravilər mötəbər idi. Bir nəzəriyyə də bu idi ki, ümumiyyətlə Əli ibn İbrahimin təfsirinin ki, hal-hazırda bizim əlimizdə var, bu təfsirin Əli ibn İbrahimin olub-olmamasında şübhə var və ona görə də biz onun nə müqəddimədə buyurduğu şəhadəti, nə də ki, ravilərinin siqa olmasını sübut edə bilərik. Bir nəzəriyyə də bu oldu ki, bu da Ayətullah Mirzə Cavad Təbrizinin nəzəriyyəsi idi. Bir nəzəriyyə də budur ki, onun məqsədi, yəni Əli ibn İbrahimin məqsədi əksər və çox ravilərin siqa olmasıdır. Bütün ravilərin siqa olmasını buradan biz anlaya bilmərik. Bütün bu nəzəriyyələri araşdıranda və təhlil eləyəndə belə bir nəticəyə gəlib çatmaq olar ki, Əli ibn İbrahimin təfsirinin müqəddiməsində dediyi fikrə əsasən kitabdakı hədislərin sənədlərindəki ravilərin visaqətinin sübutu barədə apardığımız araşdırmadan sonra belə nəticəyə çatırıq ki, Əli ibn İbrahimin müqəddimədə dediyi fikirdən biz bütün ravilərin siqa olmasını sübut edə bilmərik. Əli ibn İbrahimin siqa saydığı ravilərdən məqsəd onun birbaşa hədis nəql elədiyi ravilər və onun hədis ustadlarıdır. Yəni, əksər alimlər, hal-hazırdakı müasir alimlər və bəzi alimlərin fikri budur ki, Əli ibn İbrahimin
müqəddimədə buyurduğu cümlələrdən məqsəd onun birbaşa hədis nəql etdiyi ravilər və hədis ustadlarıdır. Bununla da bugünkü dərsimiz sona çatır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.